Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Selamun aleyküm aziz değerli müminler. Hoş gördük sizleri bu ziyafetullah'ta. Allah'ın ziyafet ayında. Allah Teala bu ayda ettiğimiz duaları, ibadetleri sizlerden ve bizlerden âli derecede kabul etsin. Aziz değerli müminler, yaxşı olar ki bu günlərimizi bihudə işlərlə məşğul etməyək. Gözəl günlərimizi dua ilə, ibadətlə keçirməyi Allahdan istəyək. Sair günlərdə o qədər günahlarımız var, o qədər qeybətlərimiz var, o qədər problemlərimiz var. Amma bu ayda Allah Teala bizi çoxlu dua etməyə dəvət edir. Çoxlu Qur'an oxumağa dəvət edir. Çünki bu ayda Allah Teala öz rəhmət qapılarını açıb, bəndələrlə gözəl danışmağı və iffətli olmağı istəyir. Əbu Səid Xudri belə nəql edir. Ənə Rasulallah qalə zətə yevmin sallallahu aleyhi və alihi və səlləm. Günlərin bir günündə Allah Rəsulü buyurdu. İnnə əvvəbəs səmai lətufəttəhu fi əvvəli leylətin min şəhri Ramazan sümmə la tuğləqu axirə leylətin minə. Mən bu hədis haqqında danışmışam, amma bu hədisin də mətnində Peyğəmbər bu cümlə ilə işarə vurur. Buyurur ki, həqiqətən də Ramazan ayının ilk gecəsində göylərin qapıları açılar və bu ayın sonuna dək bağlanmaz. Hədisin əvvəlində biz neçə dənə Ramazan haqqında söhbət etmişik. Bir neçə hədisdə elə Peyğəmbər bizə bunu çatdırır ki, Ramazan ayının ilk gecəsində göylərin qapıları açılar, yəni rəhmət qapıları açılar və bu ayın sonuna dək bağlanmaz. Bu hədisin mətnindən belə başa düşülür ki, insan çalışmalıdır ki, bu ayda çoxlu ibadət eləsin, çoxlu itaat eləsin, günahlarının bağışlanmağını Allahdan istəsin, çoxlu Qur'an tilavət eləsin. Çünki Qur'an nazil olan aydır. Bu ayda insan Qur'an oxumaqla, zikr etməklə, gözəl dualarla məşğul olmalıdır. Hədisin ardında buyurur ki, وَلَيْسَ مِنْ عَبْدٍ يُسَلِّ فِي لَيْلَةٍ مِنْهَا Ramazan ayının hər hansı bir gecəsində müstəhəb və nafilə namazları qılan şəxsin mükafatı nədir? İllə kataballahu ləhu səzdətin əlfə və xamsəmiyyətə həsənətin. Hər bir səzdəsi üçün Allah Teala 1500 yaxşı əməlin savabını onun əməl dəftərinə qeyd eləyər. Bir insan ki, Ramazan ayının hər hansı bir gecəsində olsun, fərq etməz. Birinci gecəsində olsun, ikinci gecəsində olsun, fərq etməz. Hər hansı bir gecəsində olsa, əgər bir insan müstəhəb namaz qılsın, nafilə namazı qılsın, fərq etməz. İllə kataballahu ləhu səzdətin əlfən və xamsəmiyyətin həsənə. Hər bir səzdəsi üçün 1500 yaxşı əməlin savabını Allah onun əməl dəftərinə yazar. Və buniyə ləhu beytun fil cənnəti min yaqutətin həmra. Onun üçün cənnətdə qırmızı yaqutdan elə bir ev tikilər ki, ləhə səb'unə əlfə babin. O evin 70 qapısı vardır. 70.000 qapısı vardı ki, insan bu ayın, yəni bu günlərində 2 rükət müstəhəb namaz qılmısan, savab namazı qılmısan, nafilə namazı qılmısan, Allah Teala sənin üçün cənnətdə elə bir məkan qərar verib ki, bizim əqillərimiz acizdir ki, biz onu təsəvvür eləyək. لِكُلِّ بَابٍ مِنْهَا قَسْرٌ مِنْ زَهَبٍ مُوَشِّئًا بِيَاقُوتَةٍ حَمْرَاءَ لَهَا سَبْعُونَ أَلْفَ بَابٍ. Hər qapıda qırmızı yaqutla bəzədilmiş 2 qızıl qəsr yerləşir ki, qəsrlərin də hər birinin 70 qapısı vardır. Allah Teala, ilahi pərverdigarı aləm, bu cənnətin məvada bitsin nələr qərar vermisən. Hədislərdə var ki, cənnətin 8 qapısı var ki, onların da bir dənə qapısınadır, rəyyandır ki, o fəqət oruç tutanlara məxsus olan bir qapıdır. Amma Allah Teala burada buyurur ki, لِكُلِّ بَابٍ مِنْهَا قَسْرٌ مِنْ زَهَبٍ مُوَشَّئًا بِيَاقُوتَةٍ حَمْرَاءَ لَهَا سَبْعُونَ أَلْفَ بَابٍ. Buyurur ki, o 2 qızıl qəsr ki,
Onlar qəsrlərin də hər birinin 70 qapısı var ki, Allah Teala belə qəsrlərlə, etdiyimiz ibadətlərlə bizi zinətləndirir. Ramazan ayında bir gün oruç tutan şəxsin o günə qədər etdiyi keçmiş günahları bağışlanır. Və gələn il Ramazan ayına dək edəcəyi günahların kəffarəsi olar ki, biz bu ay Ramazan ayında oruç tutmaqla gələn ilə qədər etdiyimiz günahların kəffarəsini Allah Teala bizim əməl dəftərimizdən silib aparar. Buyurur ki, Ramazan ayında oruç tutan şəxsə tutduğu hər gün oruc üçün cənnətdə qəsr verirlər. Həmən qəsrin qızıldan hazırlanmış bir qapısı var ki, onun üçün tutduğu hər günün orucuna görə 70 min mələk günəş üfüqdə qaranlıq pərdəsi altında gizlənənə qədər dua edər ki, bu insan Ramazan ayının bir günü və yaxud da axıra qədər bütün günlərin orucunu eləmişdir, tutmuşdur. Budur ki, Allahın bizə verdiyi Ramazan ayının fəziləti budur ki, biz bu Ramazan ayının fəzilətini əldən verməyək, çoxlu dualar edir. Həmçinin Ramazan ayında gecə səhər və gündüzlər etdiyi hər səcdəyə görə onun üçün cənnətdə bir ağac əkilib ki, onun böyüklüyü bir atlının 1000 il gedəcəyi yol qədərdir ki, Allah Teala bu ayda bizə çoxlu dua etməyi, çoxlu səcdə halında qalmağı nəsib eləsin ki, bu Peyğəmbərin hədisindən biz də inşallah bir feyz aparaq. Allahdan dua eləyək ki, Allah Müteal bu ayda tutduğumuz orucları gözəl oruclardan qərar versin, ibadətlərimizi xalis olan ibadətlərdən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.